Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli. Esselamu alel Hüseyin ve ala Ali ibn Hüseyin ve ala evladil Hüseyin ve ala ashabil Hüseyin. Məhərrəm ayına artıq az qalır. Sayılı günlər qalır Məhərrəm ayına. İmam Hüseyin əleyhissalam haqqında bir müzakirə eləyək, mənəvi hazırlığımız olsun. Mənəvi hazırlığımız olsun ki, həm də diqqətli olaq ki, qarşıdan Məhərrəm ayı gəlir. O aya birbaşa daxil olmaq biraz çətindir. Sonra 10 günün içində insan özünü toparladıqca, fikirlərini formalaşdırdıqca, fikirlərini nizamlayınca çətin olur. Onda artıq İmam Hüseynin o 10 gündə olan xüsusi feyzindən faydalana bilmir. Ona görə də öncədən bir hazırlıq olmalıdır İmam Hüseyin əleyhissalamın o Məhərrəm ayına. O Məhərrəm ayı İmam Hüseyin əleyhissalamın aşurasından fərqli bir şey deyil. Yəni biz düşünək ki, bu elə bir günlər deyil ki, keçmiş bir tarixi biz xatırlayırıq sanki. Belə deyil. Əslində İmam Hüseyin hər gün diri olan bir imamdır. Misal üçün, şuar ki var, deyirlər, kulli yevmin aşura, kulli ərzin Kərbəla. Hər yer Kərbəladır və hər gün aşuradır. Bu şuar ona görə deyiblər ki, İmam Hüseyin diridir, hər gün diridir. Və xüsusi olaraq Məhərrəm ayında artıq bizim İmam Hüseynlə bağlı münasibətimiz bizim kimliyimizin göstəricisi olur. Bizim İmam Hüseynlə münasibətimiz necədir? İmam Hüseyn əleyhissalamı müxtəlif mövzularda müzakirə eləmək olur. Burada İmam Hüseyn əleyhissalamın bugün istəyirəm müzakirə eləyərək İmam Hüseyn əleyhissalama təslimiyyət. İmam Hüseyn əleyhissalamın Allahın qarşısında, əmirləri qarşısında olan təslimiyyəti, yəni təslim olmağı və bizim İmam Hüseyin əleyhissalamın qarşısında təslim olmağımız. Biz ruhumuzu, qəlbimizi elə bir hala gətirib gəlib çıxarmalıyıq ki, o İmam Hüseyin əleyhissalama kütlənin təslim olduğu üçün təslim olmamalıdır. Cəmiyyətin və yaxud hər hansı bir böyük bir kütlənin təslim olduğu üçün təslim olmamalıdır. Və yaxud ruhumuzu elə bir yerə gəlib çıxarmalı deyilik ki, bizim ruhumuz İmam Hüseyinlə yalnız və yalnız günah halında, belə deyək, müzakirəyə, günah halında görüşə girsin. Bu mənada ki, günahım var, qaçıram İmam Hüseynin qapısına. Belə olmasın. Bu, demirəm faydasızdır. Təbii ki, faydalıdır. İmam Hüseyin əleyhissalama məhəbbət göstərmək, bilirsiniz, mərhum Behçət deyərdi ki, misal üçün, İmam Hüseynə ağlamaq, əzadarlıq eləmək insanın qəlbindən günahın kökün qırıb ata bilir. Amma İmam Hüseyin əleyhissalam günahları bağışlatdırmaq üçün deyil. İmam Hüseyin əleyhissalam insanı ucaltmaq üçündür. Bizim yalnız günahlarımızla məşğul olmamalıdır. Əgər yalnız günahlarımızla imamı məşğul etmiş olsaq, siz təsəvvür edin, imam yaşayır. İmam yaşayır, yalnız və yalnız mənim günahlarımla məşğuldur. Başı qarışıb imamı mənə. Və yaxud bir cəmiyyətik, aramızda ixtilaf var, Allah uzaq eləsin, bir bəşəriyyətin arasında ixtilaf var. İmam Hüseyin yalnız bunları həll eləməklə məşğuldur. İmam Hüseyni əgər öz problemlərimizi həll etməyə dəvət etsə, yalnız bu olsa, onda imam cəmiyyəti irəli apara bilməyəcək. İmam cəmiyyəti inkişaf elətdirə bilməyəcək. İmamın işi bizim əxlaqi gözəlliklərimizi tamamlamaq üçündür. Onları təkamül həddinə çatdırmaq üçündür. Peyğəmbər buyurur ki, mən Peyğəmbərliyə seçildim ki, əxlaqi keyfiyyətləri tamamlayım. Yəni, var bu insanda əxlaq, bu insanda gözəlliklər var. Allah insanın gözəlliklərin gözəl yaradıb, amma tam deyil, kamil deyil. Yadınızdadsa keçən dərsdə dedik ki, bəzən görürsən biz bir dəyərdə qalırıq, amma tam olmur o, kamil olmur. Biz özümüzü götürüb gəlib çıxarırıq, günahın qapısında ancaq özümüzü müzakirə edirik. Müzakirə edirik, dedik ki, günahın qapısında yox. Günaha yaxınlaşmaqdan çox-çox uzaqda müzakirə etməliyik özümüzü ki, artıq da günahın qapısında oyanmayaq. Günahın qapısında oyanmaq çətindir.
günahı tövbə eləyərəm, günah gedər ürəyimdən, Allah bağışlayar. Günah bağışlanır, amma dedik ki, günahdan aldığın xarakter, günahdan təsirlənib ürəyin, o təsiri uzun müddət özündən daşıyacaqsan. O təsir uzun müddət sənlə gedir. İmam Hüseyin əleyhissalamın Allahın qarşısında təslimiyyəti olduqca maraqlıdır. Çox maraqlıdır həqiqətən. Bu hərəkatın əsasını təkcə ağıl təşkil eləmir. Bəzi məsələlər olub ki, necə Peyğəmbər gözləyib, Peyğəmbərin düşüncə bacarığı Peyğəmbərə rahat-rahat aydınlaşdırırdı məsələni ki, Peyğəmbər Bədir döyüşündə döyüşdə qələbə çalmaq üçün heç bir gücü yoxdur. İslamın ilk döyüşündə. Peyğəmbərin İslamın ilk döyüşü Bədir döyüşüdür. 313 nəfərdən ibarətdir və bunların döyüş uzun çəkərsə yeməkləri yoxdur və bunların silahları yoxdur, minikləri yoxdur. Düşmənin sayı isə 1000 nəfərdir, silahları da var, qılıncları da var, minikləri də var və döyüş uzun çəkərsə azuqələri də var. Amma Peyğəmbərdə bunlar yoxdur. Yəni, bu döyüş taktikası deyil. Bu döyüş qarşılığı deyil. Amma burada Peyğəmbər döyüş taktikasına əsaslanmır. Üzərinə düşən vəzifəni həyata keçirir. Üzərinə düşən vəzifə Allaha təslimiyyət idi. Bu dəqiqə bu vəziyyət yaranıb, mən bu vəziyyətə məsuliyyətsiz yanaşmamışam, mənim məsuliyyətsizliyim olmayıb, amma bu vəziyyət gəlib çıxıb, artıq mən bunlarla üzbəüz dayanmalıyam. Peyğəmbər bilirdi ki, mən Allahın qarşısında bu dəqiqə dayanmışam, Allahın göz önündəyəm və bunlarla döyüşməliyəm. Başqa bir yol yoxdur. Bu dəqiqə vəziyyət budur. Belə deyək, onlar gözləməyiblər, mən tam olaraq güclənim. Təslimiyyət burada çıxır üzə. Ağıl pəncərəsindən baxsaq, bu döyüş uyğun deyil. Yəni, o döyüşə çıxardırlar, hər hansı bir müsabiqədə çıxarırlar, 2 nəfərlikdə döyüşəcəklər. Elə deyil, baxırsan ki, çəkiləri uyğun olmalıdır, bunların yaşları haradasa uyğun olmalıdır. Elə deyil, yaşa uyğun çıxarırlar, çəkiyə uyğun çıxarırlar ki, bunlar bir-birinə uyğun olsun. Amma burada heç bir uyğunluq yoxdur. Peyğəmbərin döyüşündə heç bir uyğunluq yoxdur. Peyğəmbəri orada vəziyyətdən çıxaran Peyğəmbərin Allaha olan təvəkkülüdür. Allaha olan arxayınlığıdır. Allahın qarşısında təslimiyyətidir. Mən necə gedim məsələsi yoxdur. 313 nəfər sayım var. Belə deyək, hesablasaq, onlar 3 bizim bərabərimizdədirlər. 1000 nəfərdirlər, elə deyil. Bizdən artıqlar. Onlar 1000 nəfərdirlər. Burada heç bir bacarıq yoxdur. Amma burada nə var? Allah istəyir ki, sən bu dəqiqə bunlarla döyüşə girəsən. Peyğəmbər də girir. Təslimiyyətdə artıq burada ağıl dayandı. Peyğəmbərin etiqadı, Peyğəmbərə apardı Allahın razılığına tərəf. Allahın razılığı maraqlıdır mənə. Peyğəmbər gedir və baxsaz Bədir döyüşünü oxusaz, görəcəksiniz ki, bəli. Gəlirlər Peyğəmbərin yanına, deyirlər ki, bəs ya Rasulallah, vəziyyət çətindir. Yəni, sən necə rahatsan? Sən necə aramsan? Vəziyyət çox çətindir. Onlar 1000 nəfərlər, biz 313 nəfərik. Bizim sayımız çox azdır. Saydıqlarım, qeyd etdiklərim. Peyğəmbər baxır, onlara bir söz deyir. Deyir, onların Allahı da var. Deyirlər ki, yox. Deyir, onda biz qələbə çalmışıq. Bizim Allahımız var, biz onlardan güclüyük. Biraz bu cümlədə müzakirə eləyək və özünüzdə düşünün. Onların Allahı da var, yox. Bizim Allahımız var. Yəni, bizim Allahımız var, biz güclüyük. Təbii, döyüş taktikası öz yerində, döyüş prosesi öz yerində. Amma təslimiyyət har olmalıdır? Təslimiyyət Allahın özünə olmalıdır birbaşa. Əgər bir insan Həzrət Əlinin cümləsinə diqqət eləmişsə, buyurur Həzrət Əli ki, biz döyüşlərin ən çətin vaxtlarında Peyğəmbərə sığınırdıq. Amma tarixə baxanda Xəndək döyüşü Həzrət Əlinin vurduğu zərbə ilə həll olub. Peyğəmbər qələbə çalıb, elə deyil. Ühud döyüşündə Peyğəmbərin mübarək cənazəsi ölənlərin arasında idi, yaralı düşmüşdü. Kim xilas elədi onu? Həzrət Əli əleyhissalam xilas elədi. Həzrət Əli əleyhissalam necə xilas elədi onu? Bəs
Əgər o xilas edibsə, necə deyir ki, biz Peyğəmbərə sığınırdıq? Məsələ Peyğəmbərin fiziki gücü deyil. Məsələ Peyğəmbərin daxili gücüdür. Peyğəmbərin Allaha olan yaxınlığıdır ki, nə qədər Peyğəmbərdən sonra insanlar Allaha yaxın olacaqlarsa və Allaha yaxın vardılarsa Peyğəmbərin dövründə, onlar hamısı Peyğəmbərin vasitəsilə Allaha yaxındılar. Peyğəmbərdən Allaha yaxın olmadığı üçün insan nə qədər Allahın o qüdrətinə bağlı olursa, insan nə qədər Allahın gücünə bağlanırsa, o qədər digər insanlar ondan güzəllər. Müasir dillə isə motivasiya Peyğəmbərin vasitəsilə idi. Ki, bu var və səlam. Bizim heç bir qorxumuz yoxdur. Bu yerə gəlib çatır Allahın qarşısında olan təslimiyyət ki, mənim itirəcəyim heç nə yoxdur. Mənim itirəcəyim heç nə yoxdur. Əgər bioloji quruluşumu deyirəmsə, fikirləşirəmsə, fiziki quruluşumu fikirləşirəmsə, bu onsuz da itib gedəndir. Yəni 15 yaşımdan 30 yaşıma qədər 15 yaşında olan qüdrətim 30 yaşımda yoxdur. 30 yaşında olan qüdrətim 50 yaşımda yoxdur. Hələ ölməmişdən qabaq bunlar bir-bir itib getməkdədir. Uşaqlıqda olan bu enerjim 20 yaşımda yoxdur. Deməli, itir də, insan yavaş-yavaş, insanın fiziki tərəfi ölür, itir, gedir. Bəs məsələ ancaq və ancaq Allahın əmrinə təslim olmaqdır, Allaha arxayın olmaqdır. Köklü məsələ bundan ibarət. İmam Hüseyin əleyhissalamın təslimiyyəti də buna görə idi. İndi burada İmam Hüseyin əleyhissalama təslim olmaq nə günaha görə olmalıdır? Günahlarımı bağışlasın. Bunlar bir yoldur, bunlar hamısı faydalıdır, amma günaha görə olmalı deyil. Bu səhvdir. Ondan sonra nə dünyavi bir hacət üçün İmam Hüseynə bağlanmaq lazımdır. Kim əgər, sözün əsl mənasında deyirəm, nəinki söz gəlişi deyirəm, kim arif olmaq istəyirsə, İmam Hüseynlə arasında heç bir vasitə qərar tutmamalıdır. Kim arif olmaq istəyirsə, bütün bağları qırmalıdır. Kim ucalmaq istəyirsə, kim təkamül həddinə çatmaq istəyirsə, İmam Hüseynlə arasında heç bir bağlıq olmamalıdır. İmam Hüseyin əleyhissalam Allahla necə idisə, İmam Hüseynin vasitəsilə Allahla İmam Hüseynin arasında olan münasibəti qurmaq istəyirsənsə, eynən İmam Hüseyin kimi olmalısan. İndi deyə bilərsiniz ki, İmam Hüseyin çox böyük varlıq idi. İmam Hüseynin özündən tələb etdiyini Allah sənin özünə vacib eləmir ki, sən özündən tələb elə. Allahın İmam Hüseyndən gözlədiyini, Allah səndən gözləmir. Bəzi şeylər var ki, Allah onu İmam Hüseyndən gözləyir. Amma sən balaca olduğun üçün İmam Hüseyin də düşür sənin vəziyyətinə baxır, səndən öz səviyyəndə gözləyir. Amma öz səviyyəndə olan gözləntini mütləq həyata keçirməlisən ki, İmam Hüseyni qovuşasan. İmam Hüseyin əleyhissalamdan Allah Əli Əkbər istəyir. Mən özüm heç Əli Əkbər ağanın ayağının tozu deyiləm. Məndən necə Əli Əkbər istəyə bilər? İzah edə bilirəm. İmam Hüseyin əleyhissalamdan Allah namusunu çöldə qoyub getmək istəyir. Səndən bunu istəmir. Çünki o çətindir sənin üçün. Səndən istəyir ki, ona deyir ki, namuslu çöldə qoy, xanım Zeynəbi çöldə qoy, amma sənə deyir ki, çalış, ailəyə olan, evladıva olan, ailəvə olan məhəbbətvi imamdan yuxarı qaldırma. Səndən bunu istəyir. Sənə demir, apar çöldə qoy. İmam Hüseyin kimi can verərdik. Bizim zehnimizdə formalaşan budur. Kərbəla şəhidlərinin ki, məqamı, dərəcəsi çox yuxarıdadır. Biz dərəcəyə qaçırıq. Ona görə vəzifəmizdən qalırıq. Biz adətən dərəcəyə qaçırıq. Fikir versəz, şəhidlərdən danışanda bizim üçün deyir ki, adam kaş gedib olar kimi şəhid olardı. Sən dərəcəyə qaçırsan, şəhidin zəhmətinə qaç. Niyə dərəcəyə qaçırsan? Şəhidin, belə deyək, arzularından keçməsinə qaç. Hər an şəhidsən. Məsələ bizi dərəcə qaçırdır ora. Yüksək məqama çatmaq. Bəzən də şəhidin heç çatdığı dərəcəni də istəmirik. Şəhidin dünyada qazandığı hörmətə qaçırıq. Nəinki axirətdə qazandığı hörmətə qaçırıq. Çünki dünyada böyük hörmət qazanıb. Ona görə də təslimiyyət əmirlərin qarşısında razılıqla həyata keçir. An-ba-an, gün-bə-gün, saat-ba-saat, ay-ba-ay Hüseynə görə keçəsən. İmam Hüseyin əleyhissalama görə təslim olasan. Bəzi istəklərin var ki, haqlıdır, şəriət də haqq verir sənə. Və özün də vicdanla deyirsən ki, bu mənim ehtiyacımdır. Bəzən deyirsən ki, bu ehtiyacdan keçməlisən. Bundan keç. Heç bir hadisə də yoxdur. O insanlar ki, o cəmiyyətlər ki, rahat vəziyyətdə
ehtiyaclarından keçmirlər, halal ehtiyaclarından keçmirlər. Onlar məcburdular ki, hadisə ilə üz-üzə qalıb böyük imtahanla keçsinlər oradan. Yaxşıdır, pis deyil. Yaxşı insandır, pis insan deyil. Ürəyi təmizdir, ürəyi paşdır. Amma məsuliyyətsizlik eləyir. Rahat şəraitdə nəfsinə imtahana girmir. Keçmək istəmir. İmtahanda oturmaq istəmir. İmtahanda oturmaq istəmirsə, Allah da sanki qalıb ki, bununla nə edeyim? Ona görə bunun qarşısına hadisə çıxardır. Məcburi imtahandan keçirir onu. Uşağa deyir bəzən görsən valideyn ki, dərs oxu, ondan sonra dərsi öyrən. Bu eləmir. Bir gün futbolda, bir gün küçədə, bir gün oynamaqda, bir gün dost yerdə. O vaxt olur deyə qapını bağlayır, salır onu otağa, indi oxu. Artıq məcburi. Oxumasan oradan çıxmayacaqsan. Sanki Allah bu zülm deyir ki evlada. Uşağa zülm deyir ki, onun xeyri üçün də. Allah bəzən görsən qapını bağlayır, salır bizi otağa ki, oxumasa çıxmayacaqsınız oradan. Nə oldu bu sıxıntılar qurtarmadı, bu problemlər qurtarmadı, axı mən yoruluram. Deyir, yox, vaxtında keçməmsən deyə qalınlaşıb, pas atıb, indi artıq onu döyüşləməklə həll eləmək lazımdır. Allah qapını bağlayır üstümüzdə ki, keçin imtihanla. Hadisə ilə qalır o özü. Hadisə deyəndə nəzərə tutulmuyor, hər hansı bir ictimai, qlobal bir hadisə, müharibə filan. Yox, bizimlə uyğun, həyatımızda uyğun olan hadisələr. Bəzən belə olur. İmam Hüseyn əleyhissalamın qarşısına təslim olmaq təkcə İmam Hüseyn əleyhissalama baş əymək deyil. İmam Hüseynə razılıqla qulluq eləməkdir. İnsanın ürəyində bir arzu olmalıdır ki, insanın ürəyində bir istək olmalıdır ki, kaş bu dəqiqə biləydim ki, hələ demirəm əməl, hələ arzu olmalıdır. Kaş bu dəqiqə biləydim ki, İmam Hüseyn məndən nə istəyir və onun üçün, İmam Hüseyn üçün həyata keçirərdim. Kaş bu dəqiqə bunu biləydim. Əgər nəfsdə mübarizə yoxdursa, sən istəmirsən İmam Hüseyn səndən nə istədiyini biləsən. Allatmaq lazım deyil. Çünki sonra xilas ola bilməyəcəksən. Mübarizə eləmirsən, ən birinci istəyi budur ki, mübarizə eləyəsən. Hadisələr çətin olur, vəziyyət dəyişir, yaşın dəyişir, sənin hallarında dəyişiklik baş verir. Ona görə sən özünlə mütləq müzakirə etməlisən ki, o nurani bir vəziyyətin yaransın. Axı dedi, İmam Hüseyn diridir. İmam Hüseyn diridirsə, səndən istəyini sənə mütləq bildirəcək. Əgər kimin etiqadı varsa, İmam Hüseyn tarixin o biri səhifəsində qalıb, onun imamət etiqadı puçdur. Onun imamət etiqadı batildir. İmam Hüseyn diridir, həmişə diridir. İmam Hüseyn ölməyib. İmam Hüseyn yaşayır. Və bəzi insanlar ki, deyirlər, Quran ayəsinin zahirinə baxıb deyirlər ki, onlar cənnətdə yaşayırlar. Yox. Bugün dünyada bütün işlərin kökünü həll edən İmam Hüseyn əleyhissalamdır. Bütün işlərin kökünü həll edən İmam Hüseyn əleyhissalamdır. Bəs təvəssülün mənası nədir? Təvəssülün mənası budur ki, ona icazə ver, mənəvi kömək eləsin bizə. İmam Hüseyn əleyhissalam diridir. Belə deyir ki, İmam Hüseyn qalıb. Biz İmam Hüseyni zehnimizdə, ürəyimizdə qətligahdan çıxarmamışıq. Qətligahdan çıxara bilmirik. Qətligahdan çıxarıb həyatımızı gətirə bilmirik. Fikir verirsiniz, İmam Hüseyn əleyhissalamın ətrafında olanlar onun yanında çox şad idilər. Onun yanında çox şad idilər və fikir verirsiniz, İmam Hüseyn əleyhissalamın bu tərəfə nə qədər ariflər, alimlər olublar. Onlar çox aramdılar, çox şaddılar. Bütün insanlar düşüblər təşvişə, bunlar şaddılar. Çünki İmam Hüseynin yanındadılar. Daxili bağlılıq var İmam Hüseyn əleyhissalamla. İmam Hüseyn əleyhissalamla daxili qovuşmaq var. Ona görə şaddılar. Və bunların şad olmasının əsas səbəbi onların İmam Hüseyn əleyhissalama razılıqla qulluq göstərməkləridir. Məcburi deyil. Bizim bəzən ürəyimizdə belə bir hal baş verir. İmam Hüseyn olmasaydı, mərhum ustadın gözəl bir sözü var daxı. Deyirdi ki, günah insanı İmam Hüseyndən uzaq salır. Günah ən böyük ziyanı, zərbəsi budur. Hə? Bəzən görürsən ki, insanın içində belə bir səs gəlir içindən ki, əgər günah məni, düzdür, bu yaxşı, effektivdir. Amma İmam Hüseyni günahla müqayisə edib sevmədə, deyək, günah məni İmam Hüseyndən uzaq salmasaydı, eləyərdim. Amma bilirəm ki, uzaqlaşdıracaq məni İmam Hüseyndən. Bu köməkdir. Amma deyirik, biraz da yuxarı qalxaq da, günahla İmam Hüseyn əleyhissalama getməyək. Yəni, bizi günahdan saxlayan İmam Hüseyndən uzaqlaşacağımız məsələ olmasın. Günaha qoyaq qırağa İmam Hüseynlə birbaşa münasibətə girək.
İmam Hüseyn əleyhissalamla birbaşa münasibət quraq. Bu daha gözəldir. Və eyni zamanda İmam Hüseynlə şəxsi münasibətlərimizi pozaq. İmam Hüseynlə şəxsi münasibətlərimizi pozaq, İmam Hüseynlə ictimai münasibətlər quraq. İmam Hüseynlə ictimai münasibətlərimizi qura bilsək, bizim şəxsi münasibətlərimiz özü həll olacaq. Sual yaranar ki, nə demək istəyirsən bu şəxsi münasibətlər? Çünki bu günə qədər İmam Hüseyni özümüzün, fərdin imamı qərar vermişik. İmamı fərdin imamı qərar verməkdən xilas ola bilsək, imam mənim günahımı bağışla, imam məni Kərbəlaya çağır, imam hamısını ərbəyinə çağırdın, məni çağırmadın, imam, misal üçün, mən bura, ya Əbu Abdillah, mən bunu eləmək istəyirəm, mənim bu hacətim var. Çıx özündən, mənəmçiliyi həll eləmək istəyirsənsə, özündən çıx, sözün əsl mənasında deyən ki, imam, ya Əbu Abdillah, sənə qurban olum, mənim canım cəhənnəmə. Mən bəşəriyyət üçün, səni sevənlər üçün nə etməliyəmsə, köməklə onu edə bilim. Nə etməliyəmsə. Mən bugün cəmiyyətdə hansı rolda oynamalıyamsa, köməklə o rolu oynayayım. O rola girməyincə, İmam Hüseyn sənə deyəcək ki, nə atım mənə lazımdır, nə də qılıncım mənə lazımdır. Heç bir mənə lazımdır. Bunlar kömək edir, yəni qeyd edirəm. Bunlar kömək, İmam Hüseyn kömək edir adama bu məsələlərdə. Adamın əlindən tutur, onlar tutmasa mümkün deyil. Amma İmam Hüseyn hər il dartıb gətirməsində. Bir dəfə İmam Hüseynin çağırışından qabaq gəl. İmam Hüseynin çağırışından qabaq gəl. Bu məntiqlə gələsən ki, ya Əbu Abdillah, hiss elədim ki, mənə də ehtiyacım var. Məni də burada görmək istəyirsən və gəlib məni görmək istəyirsən. Hər dəfə danlana dərs oxumada, hər dəfə belə deyək, müəyyən bir söhbətlərdən sonra dərs oxuyan olmayasan da, bir dəfə oxuyasan dərsi, atı işdən gələcək, açırsan dəftəri bir şey, hamısını yazmışam. Yəni, bir dəfə onu danışdırmadan bu şeyi həll elə. Bir dəfə onu çox zəhmətə salmadan bunu həll elə. Bir dəfə belə elə. Və bu daha, buna deyirlər, ürəklə, səmimi qəlbdən imama qulluq eləmək niyyətinə təslim olmaq, məcburiyyətdən təslim olmaq demirlər buna. Kərbəla şəhidlərinin, o şəhidlərin əsas üstünlüyü harada idi? Üstünlüyü bundan ibarətdir ki, imam hamını göndərirdi, özləri gəlirdilər. Özləri gəlirdilər mənası nədir? Yəni, bizim şəxsiyyətimiz artıq sənsiz şəxsiyyətimiz qalmayıb da. Bizim şəxsi istəklərimiz yoxdur. Biz qalmışıq, bir də sən qalmısan. Yəni, sən olmasan, biz artıq özümüzü görə bilmirik. Başqa bir şey yoxdur burada. Buyurur İmam Hüseyn ağa, Əli Əkbər ağaya ki, bəs get də, bunların işi məndəndir. Bunların işi məndəndir. İmam Əli Əkbər ağa buyurur ki, məni neçə min dəfə öldürsələr, doğrayıb tikə-tikə eləsələr, yandırsalar tikələrimi, külümü çaya töksələr, diriltsələr, soruşsalar ki, nə istəyirsən, deyərəm ki, neçə min dəfə ki, İmam Hüseyin yolunda doğramışsa, onu istəyirəm yenə. Özündə bir şey qalmayıb, bax, başqa istəyi olsun. İmam Hüseyin Kərbəlaya daxil olanda, dəvənin üstündə İmam Hüseyin yuxu tutur. Dəvənin üstündə gəlirlər, insan bir vaxt olmur, gözü yumulur, biz deyərik, huşa gedir. İmam Hüseyin bir yuxu tutur, yuxuda görür ki, o anda görür ki, Peyğəmbər çağırır onu və İmam Hüseyin bilir ki, məsələ harada artıq. Oyanan kimi bu sözü işlədir. Diqqət edin. İnna lillah və inna ileyhi raciun. Biz Allah tərəfdən gəlmişik, Allaha da dönəcəyik. Yaxşı. Əli Əkbər ağam məqam, mərifətinə baxın. Dərhal Əli Əkbər ağa baxan kimi ona, baxan kimi İmam Hüseyin əleyhissalama deyir ki, ata, əfələysən haqq, biz haqq deyilik məyər? Deyir, haqqıq. Deyir, ata, onda ölümdən nə qorxumuz? Yəni, çox gözəl bilir ki, bizim ölümümüzdən narahatdır. Öz ölümündən ki, narahat deyil. İmam Hüseyin deməmiş, İbrahim Peyğəmbər yuxuda İsmaili gördü, yuxuda gördü İsmailin başını qurban kəsir. Dedi ona ki, yuxuda gördüm ki, başını qurban kəsirəm, sənin Allah yolunda qurban verirəm, sən necə baxarsan bu işə? İbrahim Peyğəmbər dedi İsmail əleyhissalam. İsmail əleyhissalam cavabında dedi ki, ata, sənə əmr olunanı icra elə, İnşallah mən də bu işə səbr eləyənlərdən görəcəksən. Belə də ayələ deyil. Əli Əkbər gör hara gəlib çatıb ki,
İmam Hüseyni qoymadı desin ona ki, sənə qurbangaha aparıram. Sən nə deyirsən? Özü İmam Hüseynə deyir ki, məni apar qurbangaha. Məni apar qurban kəsməyə. Bura gəlib çatıb. Diqqət edirsiniz. O qədər ayıqdır ki, yoxdur içində bir şey. Özü yoxdur. Özü yoxdur deyə rahat-rahat. Bir nə arzusu var həyatda. Fikirləşməyin, bu böyüdür. Allaha and verirəmsə, fikirləşməyin, bu böyük bir şeydir. Hər gün Allahdan istəyin ki, Pərverdigarım, mən heç nə istəmirəm. Yeməkdən də ye, sudan da iç, evdə də yaşa, istədiyin maşında, bir maşında al, sür. Bunları hamısını elə. Nə bilim, ailə, uşaq, bunları hamısını fikirləş. Amma o bir adam olaraq danışarsa ondan, çörək yiyər, amma görər söz danışırsan, görürsən fikri başqa yerdədir. Sən bunları hamısını elə, amma sənə baxan görsün ki, fikrin başqa yerdədir. İzah eləyə bilirəm. Yəni, bütün sənin vücudunun əsasını İmam Hüseynə olan bağlılıq həll eləsin. Bugünə qədər, zamanımıza qədər dünyada böyük adamlar bununla böyüyüblər. Bütün həyatlarında bizdən də artıq iş gücləri olub, amma onlara haçan baxmısan, görürsən fikirləri başqa yerdədir. Fikirlər İmam Hüseynin yanındadır. İmam Hüseyndən ayrılmırlar. Bir an ayrılmırlar İmam Hüseyndən. Nə olar ki, bunu arzulasaq, nə olar ki, biz belə olmaq istəsək? Elə deyil. İndi bugün elə deyiliksə, bəlkə də aramızda var biri doğrudan elədir, amma bura getmək lazımdır. Çünki biz oturub gözləyə bilmərik, bizim vaxtımız yoxdur. Bu fürsətimiz yoxdur. Hamı fürsət gözləyirdi deyə, ona görə İmam Hüseynin yanında 72 nəfər qaldı. Hamısı neysə gözləyirdi. Həyatlarının İmam, Peyğəmbər həyatlarının əhəmiyyətli nöqtəsini həll eləmirdi onlar üçün. Ona görə onlar imamı dünya üçün istəyirdilər. Biz onları qınayırıq, rahatdır. Bəzən görürsən, biz də dünya üçün istəyirik də, bəzən. Demirəm həmişə. Çünki İmam Hüseynə biz səmimi sevgimiz də var, səmimi məhəbbətimiz də var. Amma bəzən görürsən, dünya üçün istəyirik də. Günahdan qabaq Hüseyn yadımda deyil, İmam Hüseyn ağa yadımda deyirdi. Günahdan sonra getdim İmam Hüseyn Elsam. Dünya üçün istədin də onda. Belədir ya, yox. Bəliyə sığınacaqdır, amma deyiş də bu istəyi. Ona görə deyirlər, günah eləmək ki, Hüseyni Allah üçün istəyəsən, İmam Hüseyni özü üçün istəyəsən, özünə vurulasan. Dünya üçün istəyirsən də, onlar da elə istəmişdilər. Nəticədə imamla üz-üzə qalanda, sonra başlayır problemlər. Ona görə bu daxili aləmimizdən görürsünüz nə qədər canlar qurban olub İmam Hüseyndən bu tərəfə. Fikir verirsiniz nə qədər canlar qurban olub. Adam başını itirir, həqiqətən adam dəli olur ki, gör necə qurban veriblər özlərini İmam Hüseyn əleyhissalamın yolunda. Şəhidlər olub ki, İmam Hüseyn əleyhissalamın dərdləri bu olub ki, İmam Hüseynlə görüşüm, sonra dünyadan köçüm. Şəhid Samir Mehdiyev demişəm də dəfələrlə sizə. Deyir, Şuşada İmam Hüseyn əleyhissalamdan Şuşaya qalxmamışdan öncə yuxu aparır onu, İmam Hüseyni yuxuda görür. İmam Hüseyin deyir ona ki, darıxma, yanma gəlirsən, az qalıb. Səcdələrimi çoxal, sonra gəl yanma. Yuxudan oyandan sonra qalxdıq, döyüş başladı. Bir güllə yarasından şəhid oldu, getdi İmam Hüseyin əleyhissalam qovuşdu. Anası deyir, şəhid Samirin ki, namazdan sonra otururdu otaqda, yalvardı ki, ilah nə olar, məni qoş İmam Hüseynin şəhidlərinə, mən onlarsız qala bilmirəm. Bu yalvarışlar olmalıdır ki, Allah bir lütf eləsin. Mən yalvarışlarımızın olmasını istəyirəm. Yalvarışlarımız olsun. Bizi yoran Əhl-i Beytin məhəbbəti olmayıb, bizi yoran dünyadır. Bizi bu yorub. Dünya deyəndə biz elə adamlarıq ki, biz nə böyük bir mal, mülk istəyənik. Amma biz ki, dünyanı onu fikirləşmişik zehnimizdə. O xırda günahlar ki, özümüzdə xırda bilirik, cavanlığın əlaməti bilirik. O günahları dünya bilib, biz dünya əhli oluruq, çox vaxt. Dünya əhli olduğumuz üçün İmam Hüseyni qovuşa bilmirik. Dünyanı niyə görəsən ancaq böyük ev eşiyidə, villalarda saxlamısan ki, bu günahlar dünyanın ən bariz nümunəsidir, deyil. Bu səhvlər, xətalar dünyanın ən bariz nümunəsidir. İmam Hüseyin əleyhissalamdan başqa köməyimiz yoxdur. Həbib ibn Məzahir, Müslim ibn Ovsəcə, Əli Əkbər ağa deyir ki, 80 dəfə ölək, dirilək, amma yenə oyansaq, ayılsaq istəyirik ki, sənin yanında olaq. Sənin yolunda öyle. Bunun mənası bilsin nədir? Yəni, ya Abdullah, baxma, 80 nəfər gəlib səni kömək eləmədi. 80 dəfə ölüb dirilərəm sənin üçün. 80 dəfə canımı qurban verməyə hazıram sənin yolunda. Mənası bu deyil. Yəni, ya Abdullah, heyf canım birdir. Arzuya bax,
Heyf ki canım bir dənədir də, yəni. Birdir, çox deyil. Kaş çox olaydı, mən 80 dəfə verərdim bu canı sənə qurban. İmam Hüseyin, imam ürəyini təskinlik verir, imam ürəyini aramlıq verir. Siz ruhun əzəmətinə baxın. Görürsünüz, imam da gəlir, neyinir? Hamı imamı çağırır. Amma imam Aşura gündə nə danışır? Nə söz deyir? Elə ki, bütün sahabələr şəhid olurlar, ətrafı şəhid olur, fəryad edir. Deyir, haradadır Müslim ibn Əqil? O çətin günlərdə adam, böyük adamlar, bir yaxın dostlar çağırarlar. İmam Hüseyin xəyanət görür, Müslim ibn Əqil Kufədə şəhid olub. Hani ibn Ürvə Kufədə şəhid olublar. İmam Hüseyin Kərbəlada deyir, Kufəyə çatmayıb. Amma orada nə buyurur? Sözə bax, İmam Hüseyin demək istəyir ki, Müslim elə adamdır ki, mən namusumu tapşıraram ona. İmam Hüseyin demək istəyir ki, Hani ibn Ürvə elə adamdır ki, mən namusumu tapşıraram. Namusu kimdir? Xanım Zeynəbdir. Yəni, xanım Zeynəbi tapşıraram mən ona. Nə deyir İmam Hüseyin Aşura günü? Deyir ki, haradasan ey Müslim Əqil? Görmürsən əhl-i beyt hərəmlərini əsir eləmək istəyirlər. İmamın ən ağır vaxtı biz hansı vaxtıdır? Onda ki, ona görə deyirlər Həzrət Əli çox məzlumdur ki, İmam Hüseyin Həzrət Əli qədər məzlum deyil. Deyim sizə niyə? İmam Hüseyin Həzrət Əli qədər məzlum deyil. İmam Hüseyin neçə nəfərlə yola çıxmışdısa, neçə nəfərlə o meydana girdisə, hamısı xalisdir. Həzrət Əli onu arxadan vuranla məcburdur, çıxsın Siffeynə getsin. Görsün nə qədər məzlumdur.